Çoxların çətin çəkdiyi VLOOKUP-a gəlin yaxından baxaq. Lookup value axtarış parametrimizdir və nəyə görə axtarış etdiyimizi seçirik. Table array'də isə hansı cədvəldə məlumatları gətirməli olduğumuz qeyd olunur. Call index num isə cədvəlin hansı sütunundan bizə məlumatlar gəlməlidirsə onu qeyd edirik. Bizim nümunəmizdə ikinci sütun lazımdır. Range lookup isə true, yəni oxşar nəticə, false, eyni ilə dəqiq nəticə gəlməlidirsə onu seçirik. Bizim nümunədə bizə false seçdik ki, düzgün nəticəmiz gəlsin. Marşda isə yenə eyni qaydada VLOOKUP-la lookup value-nu seçdik, table array eyni cədvəlimizi seçirik. Call index numda bu dəfə 4-cü sütundan məlumatlar gəlməli deyə 4 qeyd edirik və range lookup-ı false seçirik. Gəlin başqa nümunələrimizə də baxaq. Burada artıq birdən çox ID-miz var. Bir ID üzrə edib sonra sürükləyəcək. Yenə eyni qaydada table array seçdik. Call index namından bu dəfə 3-cü sütunu qeyd edirik. Range lookup isə yenə də false olaraq qalır. Və nəticəyə baxaq.